Salam müəllimlər, hər vaxtınız xeyir. Kurikulumdan mövzu 1-dən, yəni kurikuluma aid terminlər mövzusundan gəlin bəzi testlərin izahına baxaq. Qeyd edeyim ki, bu mövzudan miq və sertifikasiya imtahana deməli sual düşmür, amma ola bilsin ki, bəzən müsahibə mərhələsində soruşurlar. Bildiklərimizi möhkəmləndirmək üçün də bildiyiniz kimi, yəni test işləmək şərtdir. Onun üçün də bu mövzudan da, yəni 10 suala baxaq istədim. Gəlin başlayaq. Birinci sualda deyilir, təhsil proqramı, kurikulum nəyi əks etdirir? Deməli, kurikulumun 3 əsas hissəsi var. Təhsilin məzmunu, təşkili və qiymətləndirməsidir. Yəni, doğru cavabımız oldu, C variantı. İkinci suala baxaq. Kurikulum əsasən hansı suallara cavab verir? Deməli, kurikulum əsasən şagird nəyi və necə öyrənəcək? Yəni, əvvəlki metod belə idi ki, müəllim gəlib dərsini deyib keçirdi. Yəni, baxmırdı şagird nə öyrəndi, nə öyrənəcək, nəyi tətbiq edəcək. Amma kurikulum əsasən bilik və bacarıq üzərində quruldu. Yəni, və şagirdin necə öyrənəcəyi də maraqlandığı üçün müəllim müxtəlif iş üsullarından və iş formalarından istifadə edir. Təhsil proqramı hansı sənəd hesab olunur? Konseptual sənəddir. Qeyd edim ki, konseptual sözü yenilənmiş deməkdir. Ona görə də təhsil proqramı hər il yenilənir. Kurikulum da həmçinin. Kurikulumun hazırlanmasının əsas məqsədi nədir? Deməli, əsas məqsəd odur ki, gəncləri həyata hazırlamaq. Təkcə şagirdləri yox, gəncləri həyata hazırlamaq. Yəni, əvvəllər dediyimiz kimi, təhsil proqramı sırf bilik üzərində qurulurdu. İndi bacarıq. Yəni, özünüz də diqqət etsəniz, iş müsahibələrində artıq deməli, emosional intellekt daha çox üstün tutulur. Yəni, belə deyim, insan sosial varlıqdır. Sosial cəmiyyətli insan necə özünü aparmaq, aktivliyi, işini necə təqdim edirsə, o daha üstün tutulur. Aşağıdakılardan hansı keyfiyyətli kurikulumun xüsusiyyətidir? Deməli, keyfiyyətli kurikulumun xüsusiyyətlərini belə yadımızda saxlayırdıq bu sözünə. A, PET. Deməli, aktuallığı, praktikliyi, effektiv və davamlı olması kurikulumun. Doğru cavab C variantı. 6. UNESCO-ya görə kurikulum hansı xüsusiyyətə malik olmalıdır? Deməli, şagirdlərin bugünkü və gələcək həyatına uyğun olmalıdır. Bəli. Müəllim yönümlü ola bilməz. Bunu çıxırıq zaten. Nəzəri deyil dedik. Bilik yönümlü təkcə deyil, bacarıq yönümlüdür həmçinin. Avtoritar üslubda yox, artıq deməli demokratik üslubdadır. Yəni, şagirdin də fikirləri nəzərə alınır. Şagird yönümlü kurikulum nəyi nəzərdə tutur? Deməli, şagirdin ehtiyac və maraqlarının nəzərə alınması. Dediyim kimi, əvvəlki üsul elə idi ki, ancaq müəllim mərkəzdə dururdu. İndi şagirdin fikirləri də nəzərə alınır. İnklüziv kurikulum dedikdə nə başa düşülür? Deməli, şagirdlərin fərqli xüsusiyyətləri nəzərə alınmaq, yəni onların oxuma sürəti, oxuma tərzi nəzərə alınmaq. Kurikulumun açıq və çevik olması nə deməkdir? Deməli, yeniliklərin inteqrasiyasına imkan verməsi, yəni yeniliklərə açıq olması deməkdir. Kurikulum əsas komponentləri hansılardır? Əvvəldə də qeyd etdiyimiz kimi təhsilin məzmunu, təşkili və qiymətləndirməsini əhatə edir.